Öyümüz yaxındır. Buraya gəlir yoldaşım, valla ayda bir dəfə, ayda iki dəfə gəlir, mənim yoldaşım Kalirdə işləyir. Gəlir, sürüyür, tökür ki, haraviyə gəlsinlər, töksünlər. Zibilxanadır, nə deyə bilərik? Əmə gətirin, hamısı ayaq altına tökür. Gətirin, ayaq altına tökür. Malın, bütün atın, hamısının ayağının altı. Budur, bax, belə zibilxana. Heç istəmirəm, mən deyirəm, əlimlə yığayım, prosto qoymur yoldaşım, bir xəstəlikdir. Nə xoş duyuruq, iyisindən heç bilirsən, nə qədər ziyandır insana. İki dəmirdən qoyarlarkən heç olmasa gətirib ona tökərlər. Heç bir vaxtı təmizləməyib asana qurban, heç bir vaxtı. Həmişə də buraya mənim yoldaşım şey eləyibdir. Dəriyə endərifdir ki, dəriyə gitsin. Elə vaxtı olub da asana qurban. Bütün başqa yerlərin o mal zat kəsilir da, heyvan zat kəsilir. Onun dərsini, içini bütün gətirib buraya tökürlər. Heç bilirsəm, ona da yayda qara çivə yığılır, nə qədər xəstəlikdir. Onu da heç baxmırlar. Elə yer var, başqa yerdən də gətirir, maşın geri yanını verir, buraya tökür. Biraz da gərək insanın özündə ola da, bu cəsarət heç olmasa, biraz kultur ola, təmiz ola, təmizkar ola. Hər şey bu xəstəlikdə, hər şey bu zibilxananın xəstəliyindən əməl. Buraların malının südünü almaq mümkündür. Dünyasında ala bilməzsən. Ona görə həmişə pamperesi, şu an pamperesdir. Bizim özümüz də gətirib tökürük, məcburuna qaraq. Yeşik qoyulsun, valla. Gətirib boşaldana da özümüz şey eləyərik. Qoy təmizlik olsun. Təmizlik hər şeyi ödəyir, vallahi.